Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, hörmətli Toğrul Hüseynov və media nümayəndələri. Bu, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təbii ki, dəstəkləyirəm və burada da Toğrul müəllim ətraflı və anlaşılan bir formada bələdiyyələrin fəaliyyətinə nəzarətin bütün mexanizmlərini izah elədi. Amma burada bu təqdim olunan məruzədən irəli gələn bəzi məsələlərlə bağlı bir sıra tövsiyələri səsləndirmək istəyirəm ki, bu həm bələdiyyələrin fəaliyyətinə faydalı ola bilər, həm də inzibati orqanın fəaliyyətində nəzərə alına bilər. Birinci növbədə bizdə yanvar ayında 2025-ci ildə bələdiyyə seçkiləri keçirildi. 682 bələdiyyə formalaşdı, amma 3 bələdiyyədə hələ seçki etibarsız hesab olundu. Düşünürəm ki, bunu da yaxın zamanlarda həll etmək lazımdır ki, bütün bölgələrdə, regionlarda bələdiyyə məsələsi yekunlaşsın. İkinci, burada qeyd olunur ki, qadınların sayı 39% təşkil edir, gənclərin 25% təşkil edir. Əslində, bu məsələyə də baxmaq lazımdır. Vətəndaşlar hansı bələdiyyədə nə qədər qadın ya gəncin olmasını düşünmürlər. Onlar müraciət edəndə bələdiyyələrin hansı səlahiyyətə və hansı məsuliyyətə malik olduğunu düşünürlər. Yerli problemlərin həll olunmasında müsbət cavab gözləyirlər. Amma bələdiyyələrin imkanı olmadığına görə bir çox hallarda bu cavab heç vaxt müsbət olmur və daha çox mərkəzləşmiş qurumların ümidinə qalır ki, onlar yerli səviyyədə ən elementar məsələlərin həllinə köməklik göstərsinlər. Bizim Konstitusiyanın 144-cü maddəsində çox mühüm bir bənd var bələdiyyələrlə bağlı. Yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi. Bu sənəddə də hesab edirəm ki, bu məsələyə diqqət yetirilməlidir. Hansı bələdiyyələrdə yerli iqtisadi inkişaf proqramı qəbul olunub və icra olunubdur? Yəni, bununla bağlı heç bir demək, xatırlatma olmadığına görə məncə ən mühüm bələdiyyənin görməli olduğu iş məhz bu sahədir və burada indekslənməmiz olduqca vacibdir. Əvvəllər biz bələdiyyələrlə bağlı danışanda onlara icra hakimiyyətlərinin təsiri, mane olması, bəzən də onların adından istifadə etməsini qabardırdıq. Amma indi faktik olaraq icra hakimiyyətləri də yerli problemlərin həllində bir sıra səlahiyyətlərdən məhrum olublar. Mənə elə gəlir ki, biz hələ yeni idarəetmə yerlərdə modeli tapana qədər bələdiyyələrin ya statusunu, imkanlarını genişləndirməliyik, ya da ki, yerli icra hakimiyyəti orqanlarına müəyyən əvvəlki səlahiyyətləri verməliyik. Çünki mərkəzləşmiş qurumlar bir çox hallarda yerlərdə vətəndaşı razı sala biləcək problemlərin həllinə diqqət ayırmaqda çətinlik çəkirlər. Və bu baxımdan da bələdiyyələrin inkişafı bu mənada müsbətdir. Hörmətli həmkarım Siyavuş müəllim burada iki vacib məsələyə toxundu. Məncə, bu məsələnin də həlli vacibdir. Böyük şəhər bələdiyyəsinin yaranması. Orada prinsip qoyula bilər ki, bir şəhərdə əgər 30-dan artıq bələdiyyə formalaşıbsa, burada böyük şəhər bələdiyyə yaradılması nəzərdə tutula bilər. Çünki ola bilsin ki, Sumqayıtda bu bələdiyyə sayı böyük deyil, çox deyil, ya Gəncədə çox deyil. Heç olmasa Bakıda bunu biz təmin edə bilərik. Və bir sıra məsələlər də imkanlarla bağlıdır. Biz qanunvericiyə bunu müzakirə edəndə qəbirstanlıqların, qəbirstanlıqların bələdiyyələrə verilməsi məsələsini müəyyən mənada həll edəndə də bələdiyyələrin çoxu bunu götürmək istəmədi. Niyə? Çünki onu saxlamağa imkanları yoxdur. Biz birinci imkanlar barədə düşünməliyik və elə eləməliyik ki, bu imkanlar artsın. Məsələn, bu sənəddə də göstərilir ki, 2025-ci ildə cəmi 4 yeni bələdiyyə müəssisəsi yaradılıb Gədəbəydə və başqa yerlərdə. Yəni, bu bələdiyyə üçün çox minimum bir fəaliyyətdir. Yəni, bu bələdiyyə necə ola bilər ki, böyük bir Azərbaycan bir dövlətdir və burada bələdiyyələrin yerli özünü idarə etmədə bir il ərzində cəmi 4 müəssisəsi yaransın. Və bu onlarla, yüzlərlə müəssisə olmalıdır. İndi biz məşğulluqla bağlı problemləri həll eləmək istəyiriksə, mütləq bələdiyyələrin bu imkanlarını artırmalıyıq. Onların möhürlərinin təsir qüvvəsini artırmalıyıq. Yəni, elə möhürlər vurmasın, heç bir torpaq sənədinə qol çəkməsin, sənədləri səlahiyyətsiz olsun deyib, uzun müddət bunu saxlaya bilmərik ki. Yəni, 5-10 kriminal fəaliyyət göstərən bələdiyyə görə hamısının fəaliyyətini bu cür iflic eləmək doğru olmaz. Ona görə də düşünürəm ki, bu tövsiyələr nəzərə alınsa, biz yerli özünü idarənin də keyfiyyətini bundan sonra daha yüksək səviyyədə qaldıra bilərik. Diqqətinizə görə təşəkkür.